Salamünaleyküm dəyərli şagirdlər. Kimya test toplusu 2025-ci il 1-ci hissə elektrolitik dissosiasiya, ion mübadiləsi reaksiyaları, duzların hidrolizi, elektroliz bölümündə olan elektrolitik dissosiasiya mövzusunun cüt sayda suallarla video həllərinə baxaq dəyərli dostlar. Bismillah. Sual 2. Yalnız qüvvətli elektrolitlərdən ibarət olan sıranı göstərin. Düzgün cavabımız olacaq B variantı. Niyə? Çünki sulfat turşusu, natrium OH və kalsium klorid bunlar üçü də qüvvətli elektrolit idi. A variantını niyə götürmədik? Baxın, sirkə turşusu zəif elektrolit hesab olunur. Həmçinin su da ümumiyyətlə elektrolit deyil. C variantında da metil spirti verib, ümumiyyətlə elektrolit deyil. Həmçinin barium sulfat da çöküntüdür. Elektrolit deyil. Sonra D variantında da verilibdir. NH4OH zəif elektrolitdir. Arginin klorid də çöküntüdür. D elektrolit deyil. Y variantında da gördüyünüz zəif elektrolit, ümumiyyətlə elektrolit deyil, çöküntü D elektrolit deyil. Düzgün cavabımız B variantı qaldı. Sual 4. Hansı maddələr cütü qeyri-elektrolitlərdir? Qeyri-elektrolit nədir? Suda məhlullar və yaxud da ərintiləri, elektrik cərəyanını keçirən maddələr elektrolitdir, keçirməyənlər isə qeyri-elektrolitdir. Düzgün cavabımız olacaq burada A variantı. Glukoza və etil spirti suda həll etdikdə, deməli, elektrik cərəyanını keçirməyən maddələr. Çünki ionlarına parçalanmırlar. Sual 6. Hansı elektrolit dissosiasiya zamanı xlorid ionu əmələ gətirmir? Öncəni gətirmir. Dəyərli dostlar, ümumiyyətlə duz dissosiasiya eləyəndə nə baş verir? Metala və turşu qalığına dissosiasiya eləyir. Yəni, bura fikir verin, metal və turşu qalığı, metal və turşu qalığı, metal və turşu qalığı, metal və turşu qalığı. Fikir verin, bu gördüyünüz duzların hamısında B variantı xaric. Turşu qalığı olaraq xlor göstərilibdir. Sadəcə xlor göstərilibdir. Yəni, bunlar xlor ionu əmələ gətirə bilərlər. Amma kalium xloratdasa, turşu qalığı olaraq xlorat ionu var. Yəni, baxın, kalium, xlor, O3 bu dissosiasiya eləyəndə metala, yəni kaliuma və yerdə qalan hissəyə, yəni xlor, O3 qalığına dissosiasiya eləyəcək. Beləliklə, gördüyünüz kimi xlor yox, xlorat ion əməliyyədir. Digərləri isə, məsələn, deyək ki, nümunə olaraq natrium xloridi dissosiasiya eləyək. Baxın, bu dissosiasiya eləyəndə natrium müsbətə və xlor mənfiyə, yəni xlor ionu əmələ gətirə bildi. Çünki o dozun içində xlorid turşusunun qalığı vardı. Onları məmnuniyyətlə xlor ionu əmələ gətirə bildi. Sual 8. Deməli, 8-ci sualda bizə nə deyir ki, elektrik cərəyanını keçirir. Dəyərli dostlar, elektrik cərəyanını natrium xloridin ərintisi də keçirir, çünki ionlarına parçalanır. Natrium xloridin suda məhlulda keçirir, yenə də çünki ionlarına parçalanır, amma natrium xlorid bərk halda olduğunda keçirə bilmir. Deməli, elektrolitlər suda həll etdikdə və yaxud da əritdikdə elektrik cərəyanını keçirmə qabiliyyətli olur. Başqa halda yox. Düzgün cavabımız Y variantı. Sual 10. Ortofosfat ionunu göstərin. Dəyərli dostlar, ortofosfat ionu, ortofosfat turşusunun hidrogensiz qalığıdır. Yəni, H3PO4 adlı bir turşumuz var. Bunun qalığı da ortofosfat qalığıdır. Və ortofosfat qalığı, yəni PO4 qalığı, baxın, 3 dənə hidrogeni tərk eləyib deyə, yəni 3 dənə müsbət biri tərk eləyib deyə, özü də nə olacaq? -3 olacaq. Ona görə düzgün cavabımız B variantı olacaq. Sual 12. Sulfat ionunu göstərin. Dəyərli dostlar, sulfat ionu, sulfat turşusunun hidrogensiz qalığıdır. H2SO4 adlı bir turşumuz var ki, mən bunun hidrogenini çıxarıramsa nə qalar? Qalar SO4. Hər hidrogenda müsbət 1 idi. Onda belə çıxır ki, bu qalıq da ümumilikdə -2 olmalıdır ki, biz həmin o müsbət 2-ni toplayanda cəbri-cəm 0 eləsin. Yəni, düzgün cavabımız oldu B variantı. Sual 14. Hansı halda natrium xlordakı ionların yükü doğrudur? Deməli, natrium xlor nədən ibarətdir? Metaldan və turşu qalığından ibarətdir. Dəyərli dostlar, metallarda, birinci qrup metalları birləşmələrdə müsbət 1 oksidaşmə dərəcəsi göstərirlər. Onda ona birləşmiş turşu qalığı olan xlor da -1 oksidaşmə dərəcəsi göstərməlidir ki,
Bunların cəbri cəmi ümumilikdə 0-a bərabər olsun. Yəni düzgün cavabımız natrium müsbət, xlor mənfi olan, yəni Y variantıdır. Sual 16. Yalnız katyonlardan ibarət olan sıranı göstərin. Mən hər zaman şahidlər edirəm. Baxın, katyon sözünü belə yazıram. Kation. Görürsünüz, burada bir müsbətdir. Katyonda yük müsbət olacaq. Yəni, üstü müsbət olan nə varsa onları götürün, onlara katyon deyin. Baxın, A variantında şürün üstündə mənfi var. Ona görə də A variantı olmaz. C variantında görürsünüz, SO4-ün üstündə mənfi, OH-ın üstündə mənfi var. Bunlar da olmaz. Sonra gəlirik, B variantında bromun üstündə mənfi var, olmaz. D variantında ümumiyyətlə bunların hamısının üstü mənfidir, olmaz. Amma Y variantına diqqət edin, hamısının üstü müsbətdir. Deməli, bunlar katyonlardır. Sual 18. Hansı iyon bütün əsasların tərkibinə daxildir? Dəyərli dostlar, əsas nədən ibarətdir? Əsas, məsələn, natrium yazdım da, metaldan, əsas, metaldan bir və yaxud da bir neçə dənə OH qrupundan ibarətdir. Mən bunu N dəfə deyirəm. Deməli, bütün əsasların içində metal var və OH var. Metal və OH var. Ona görə düzgün cavabımız olacaq A variantı. Şahid deyir ki, niyə bəs Y variantı olmadı? Axı, kalium metaldır. Amma bütün əsasların içində kalium yoxdur axı. Ona görə mən bu variantı götürə bilmərəm. Sual 20. Xlorid turşusunun elektrolitik dissosiasiya tənliyi necədir? Yəni, onu soruşmaq istəyir. Xlorid turşusu H-xlor yazılır. Və bu dissosiasiya prosesinə uğrayanda da belə bir şey eləyir. H müsbət, xlor mənfi. Dəyərli dostlar, hidrogen birinci qrup elementidir. Birləşmələrdə də əsasən müsbət bir oksidaşma dərəcəsi göstərir. Deməli, onunla birləşən digər elementdə mənfi 1 olmalıdır ki, cəbri cəm 0 olsun. Və bunlar dissosiasiya prosesində H müsbət və xlor mənfiyə dissosiasiya eləmiş oldular. Yəni, düzgün cavabımız olacaq D variantı.